Aziz izləyicilər, bugün 19 aprel buraxılış imtahanına düşmüş suallarla tanış olacağıq. Birinci mətnin Sihirli Xurcun mətnidir. Mətni ekranı saxlayıb oxuya bilərsiniz. Bədii mətndir. Biz sualların həllinə, tapşırıqların yoxlanmasına keçid alaq. 41-ci sualda yanlışları istəyir. Şagirdimiz 2, 4, 5 rəqəmli cümlələri götürüb, nömrələnən cümlələrdən 2, 4, 5-i seçib. Dünyada tayı bərabər olmayan xalça toxunur. Demək, bir də yazıq qoca nəvəsinə ceyiz vermək üçün Gülxanımın xalçasını bəyənir. Bu doğrudur. Sonra xurcun və iplər Gülxanımın olur. Çünki xurcun və iplərlə dəyişir. Bu doğrudur. Bizə isə yanlış lazımdır. 1 olanları çıxıram. 2, 4, 5, 2, 3, 4. Sənə halda 2 və 4 doğrudur. 3, 5-ə baxaq, vaxt itirməmək üçün imtahanda belə eləyirik. Sonra qayıdırıq, yoxlayırıq. Məsələn, baxıram 3-ə. Qoca Gülxanımın sihirli xurcuna layiq olduğunu anlayır. Xurcun və iplər Gülxanımın olur. Bu da doğrudur. Doğru bizə lazım deyil. Avtomatik bir variantını seçəcəyik. Amma indi yoxlayaq. 2-də deyir, dünyada tayı bərabəri olmayan xalça toxunur. Xurcun iplər Gülxanımın olur. Bu barədə məlumat vermir ki, Gülxanımın qoca baba ilə dəyişdiyi xalça dünyada tayı bərabəri olmayan xalçadır. Belə bir söz deyilmir. 4-də Gülxanımla oğlu köhnə xalçaları satıb yenisini alırlar. Bu məlumat da yanlışdır. Yenisini özü toxuyur. 5-də də xurcundakı iplər tükənmir deyir. Bu da yanlışdır. Sonra 42-də mətndə bu çərçivənin yerinə uyğun gələn fikirlərin ardıcıllığını deyir, tapın. B variantını seçib şəhərlilər köhnə mis qab-qacağı və heç nəyə yaramayan xalçaları təzəsi ilə böyük həvəslə dəyişirdilər. Baxaq, ondan öncəki belə olanda mütləq öncəki və ya sonraki cümlələrə baxırıq. Gülxanım qışqıra-qışqıra bu sözləri deyirdi. O satmağa gedir əli ilə anası. Bax, orada o hissəyə aiddir. Və ikinci cümlə deyir, şəhərlər köhnə mis qab-qacağı və heç nəyə yaramayan xalçaları təzəsi ilə böyük həvəslə dəyişirlər. 2 ancaq ola bilər. O da B və D-dədir. Sonra 4-ü seçib baxaq, onlar birbaşa qocanın evinə getdilər. Sonra da qoca xurcunu Gülxanıma verdi. 4-də nə deyir? Qoca yan otağa keçərək əlində bir xurcun rəngbərəng iplər geri qayıtdı və qoca xurcunu Gülxanıma verdi. Bəli, bu doğrudur. Elə B variantı olacaq. Davamında da yoxlayaq. Sizin xurcunuz və ipləriniz mənim toxuduğum bu xalçadan çox bahadır. Üçüncüdə Gülxanım deyir bu sözləri. Yəni sizin ipləriniz bahadır, onları götürə bilmərəm deyə etiraz eləyir. Sonra gəlir 5. Əli anasının yanından çəkilmir. Burada deyir, Gülxanım gecə gündüzünə qatıb xalça toxuyur. Bəli, əli də anasının yanına çəkilmir. Gözlərini həmin iplərdən ayırmır. Və 1-də deyir ki, xalçanın sorağını eşidən hər kəs onu görməyə çalışır. Bunu da sona yaza bilərdik. Amma heç kəs bilmir ki, xurcun sehirlidir. 42-ci testi doğru yazıb B variantıdır. 43-də əvvəlində rəqəm yazılmış hansı cümlələr mətndən çıxarılsa məzmuna xələl gəlməz deyə soruşulur. 1 və 4 seçib. Əlinin atası dünyasını tez dəyişmişdi. Anası da mahir xalçaçı idi. Sonrasında desə ip boyamağın ən yaxşı üsullarını bilirdi. Yəni birinci cümləni demədim. Birinci cümlədə yazılmışdı ki, o iplərə bir dəfə toxunmaqla onların keyfiyyətini müəyyənləşdirirdi. İp boyamağın ən yaxşı üsullarını bilirdi. Birinci cümləni yazmasam da olar. 1 ilə 4 var və 2 var variantlarda. 2-də deyir ki, günlərin bir günü onlar içəri şəhərdə bir qocaya rast gəlirlər. Qoca onlara yaxınlaşıb deyir. Bu cümləni mətndən çıxarmaq düzgün deyil. Çünki qoca ilə rastlaşırlar, sonra qoca ilə diyaloqları olur. Qoca onlara yeni xalçasını alıb yerinə sehirli dediyi ipləri, yoldaşından qalan ipləri hədiyyə edir. Bunu çıxartmaq olmaz. Onda cavab A doğrudur. Biz yenə də 4-cüyə baxaq. Çox diqqətli idi cümləsidir. Götür qızım, rəhmətli arvadımdan qalıb o gözəl xallar toxuyardı. 4-ü deməyək. İplərə güvə düşməməsi üçün həmişə yumaqları yığdığı xurcuna limon qoyardı. Çox diqqətli idi cümləsini deməsək də olar. Mətnin məzmununa xələl gəlməz. Həqiqətən cavab A variantıdır. 44-də doğru, yanlış ehtimaldır. Uyğunluğu tapırıq, seçib B-ni. Gülxanım və əlini şəhərdə köhnə əşyaları dəyişdirdikləri yeni xalçaları Gülxanım özü toxuyurdu. Yeni xalçanı özü toxuyurdu, düzdür. Qoca xurcundakı iplərin dəyərini bilmirdi. Xeyr, səhvdir, bilirdi. Ona görə də istəmirdi ki, onun qədrini bilməyəcəyi nəvələri də olsa, bu iplər onlara qalsın. Dəyər nə bildiyini düşündüyü xanıma, insana, Gülxanıma verdi bunu.
Ona görə də qədrini bilmirdi, dəyərini bilmirdi. Cavabı yanlışdı. 5, 2, 3 ilə 2, 3'ün olduğu Y var və B var. Y-də biri seçib, Gülxanım köhnə xalçaları yeniləyib, köhnə əşyalar alverçisinə satırdı. Mətndə bu barədə heç bir məlumat vermir. 5'də ehtimalda Gülxanım xalçacılıqla, şoxluqdan məşğul olmağa başlamışdı. Bunu ehtimal edə bilərik. Cavabı B götürürük, çünki 100% yanlışdır. 45'də deyir ki, üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən eləyin. Evinə gəldilər də gəldilər sözüdür. Bir də rənginə şəffaflıq gələr sözüdür. Seçib A variantın. Evinə gəldi, evinə çatdı fikri var. Deməli, evinə çatmaq doğrudur. 1'ə A olan C-də də var, D-də də var. C-də B variantında əlavə eləyib evinə gəlmək sözündəki gəlmək sözünə baxaq. Deyir ki, onun bu xasiyyəti anasından gəlir. Yox, bu uyğun gəlmir. C avtomatik çıxacaq. A ilə D variantına baxıram ki, ikincidə bu şəffaflıq gələr. Xalçanın rənginə şəffaflıq gələr. Buradakı gələr sözünə uyğun Y-dir, yoxsa D-dir. Y deyir oxşamaq daha doğrusu D deyir ki, geyindiyi paltar əyninə böyük gəlirdi. Böyük olurdu, ölçüsünə uyğun gəlmək sözüdür. Y-də deyir utandığından üzünə bir qırmızılıq gələrdi. Bəli, Y-dir. A variantı doğrudur. Növbətiyə baxaq. 46-da mətndə əvvəlində işarə qoyulmuş ifadələrin mənasını kontekstə əsasən müəyyən edib yazın. Bir dəqiqə. Əvvəlində işarə qoyulan sözlər. Ehtiyac içində yaşayan Əli və anası, yəni yoxsulluq çəkən, kasıblıq çəkən belə olar. Sonra var, əsaslı məşğul olsun, dərindən məşğul olsun, diqqət yetirsin. Sonra gecəni gündüzünə qatıb əziyyət çəkib, zəhmət çəkib bu formada işlədə bilərik. 47-də altından xətt çəkilmiş cümlələri mətnin səciyyəvi üslubi xüsusiyyətinə uyğun zənginləşdirməklə, yəni məcazi mənalı ifadələr artırmaqla yenidən yazın. Mətnimiz bədii mətndir deyin. Məcazi mənalı ifadələr qatmağımız doğrudur. Sizin bu xovlu xalçanızı bəyəndim. Burada məsələn təyinlər artıra bilərik. Sizin bu ruh oxşayan xovlu xalçanızı bəyəndim. Xalçanıza ruh oxşayan demək uyğun olar. Xalçanıza heyran oldum. Bir könüldən min könülə vuruldum. Qəlbimə yazdım, zehnimə yazdım. Bu formada məcazi mənalı ifadələrlə. Və ikincidə mən bu iplərdən gözəl bir xalça toxuyacağam. Mən bu əsrarəngiz iplərdən, sehirli iplərdən gözəl ruh oxşayan bir xalça ilmə işləyəcəyəm kimi bədiilik qatan sözlər deyə bilərik. Sonra deməli Gülxanım obrazı ilə bağlı cədvəl yoxdur. Əgər klasteri deyirsə, Gülxanıma deyə bilərik zəhmətkeş, işinin əhli, qədir bilən. Sonra mətndə nöqtələrin yerinə uyğun ifadələr yazmaqla cümləni tamamlayın. Deməli mətndəki nöqtələr, baxın, bu abzasdadır. O ipləri özü boyayardı, toxuduğu xalçaları gilavı ilə yuyardı, xalçanın rənginə şəffaflıq gələr, üzünə gülərdi. Bu bir xurcun ip nəvəmin haqqıdır yazıb şagird. Bəli, mən razıyam, belə olar. Amma onları xalçaya dəyişsəm ona əsl hədiyyə olar. Nəvəmin qismətidir deyə bilərdi. Uyğun gəlir, məncə düzgün götürürlər bu. Və zər qədrinə zərgər bilər atalar sözünü mətndə 2 müxtəlif məqamla əlaqələndirib fikirlərinizi yazın. Zər qədrinə zərgər biləri qoca kişi obrazına aid eləyə bilərik. Qızın Gülxanımın xalçasını bəyəndi, ona dəyər verdi və ipləri illərdir saxlamışdı yadigar öz arvadından, nəvələrinin bunun qədrini bilməyəcəyini düşünüb onlara vermədi. Gülxanımın buna daha çox layiq olduğunu düşündü. Düşündü ki, Gülxanım bunların qədrini bilər. Toxuduğu xalçalardan da
Xalçadan da hiss etdi bunu. Gül xanımın özünə də aid eləyə bilərik bu fikri. Gül xanım əvvəllərdə deyilir ki, öz işinin əhli idi. Yəni köhnə xallar yaxşı tanıyırdı. Əl boyda köhnə xalçaya baxıb onun əsl sənət əsəri olub-olmadığını təyin edirdi. Yəni zər qədrini bilirdi. Bir də kişinin ona hədiyyə etdiyi ipləri yəni dəyərli olduğunu anlayıb onları qəbul etmək istəmirdi. Belə. Bu qədər. Birinci mətn bu qədər. Növbəti videoda ikinci mətn haqqında danışacağım.